Salam müəllimlər, salam hörmətli izləyicilər. Demək belə bir sual var idi. 5 oğlan və 3 qız öz aralarında yalı rəqsi oynamaq istədilər. Qızlar yanaşı olmaq şərti ilə bunlar neçə üsulla yalı rəqsini oynaya bilərlər. Ümumiyyətlə bu məsələlər permütasiya tapılır. Faktorial tutaq ki, 5 nəfər 5 faktorial, 6 faktorial və s. İndi burada bəzi incəliklə fikir vermək lazımdır. Baxın, 5 oğlan 3 qızdır və qızlar yanaşıdır. Həmişə hansı yanaşıdırsa onlara bir nəfər kimi baxırıq. Bu nə deməkdir? Baxın, 5 olan düzdür. Qızlar ona bir nəfər kimi baxır. Tutaq ki, qızlar bir blokda qız, düzdür. 3 dənə qızdır. Yəni 3 nəfər daha doğrusu qızdır. 3 nəfər qızın arasında bu oğlan girə bilməz. Odur ki, qızlara bir nəfər kimi baxırıq. 5 nəfər də oğlan neçə oldu? 6 nəfər var elə ki, 6 nəfərin yerləşməsi olacaq 6 faktorial. Bir də ki, 3 qız görürsə, 3 qız öz aralarında da 3 nəfər olduğu üçün 3 faktorial yerləşməyəcəklər. Deməli, yekunda cavabımız nə olacaq? 6 faktorial vurulsun 3 faktorial. 6 faktorialımız bərabərdir. Yəni 1 vur 2 vur 3 vur 4 vur 5 vur 6. Yəni 720. 720'nin də 3 faktorial. Yəni 6'ya vurandan olacaq. Demək 4320. Cavab oldu 4320. Demək əsas orada qaydadır. Bu hesablamaq asandır. Necə oldu həllimiz? Hansı yanaşıdırsa onlara bir nəfər kimi baxırıq. Ümumi sayın üzərində və sonradan isə həmin yanaşı olanların da öz arasında yerləşməsini hesablayırıq. Baxaq digər məsələyə. Eyni sualda indi burada oğlanlar yanaşı verib. 5 oğlan və 3 qız da öz aralarında yalı rəqs oynamaq istəyirlər. Baxın, oğlanlar yanaşıdırsa onlara bir nəfər kimi baxıram. 3 qız 1 oğlan, 4 nəfər düzdür. 4 nəfərin yerləşməsi olacaq 4 faktorial və 4 sonra da bunları nə edirəm mən? 4 faktorialları nəyə vururam mən? 5 oğlan öz arasında yerləşməsi. Bunların öz arasında yerləşməsi nə olacaq? 5 faktorial. 5 faktorial. 4 faktorialımız 24'tür. 5 faktorialımız da 120. 24 vurulsun 120. 2400 2880. Cevap olacaq 2880. Sağ olun.